Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Allahummə salli ala Muhammedin və alihi tahirin. Salamlayıram hər birinizi, dəyərli tamaşaçılar. Xoş gördük sizi Quranla Yaşayaq proqramında. Bugün yenidən gözəl bir ayə ilə sizin qarşınızdayım və bu ayə məhz Quran-ı Kərimin 16-cı cüzündən Məryəm surəsi 96-cı ayədir. Məryəm surəsində bir çox ayələr qeyd olunub və Həzrəti Məryəmin hadisəsi qeyd olunub. Eləcə burada elə bir gözəl ayəyə qeyd olunub ki, mən düşünürəm ki, insanlara sevib sevilməyin ən düzgün və doğru yolunu göstərəcək. Məryəm surəsi 96-cı ayədə Allah Teala buyurur: Bismillahirrahmanirrahim. İnnellezîne âmenû ve amilussâlihâti seyec'alû lehumurrahmanu vudda. Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə dünya və axirətdə mələklərin və möminlərin qəlblərində dostluq və məhəbbət yaradacaqdır. Baxın, dünyada bir çox insanların problemi məhz bu məsələ ilə bağlıdır. Məhz insanların tərəfindən sevilmək. İnsanların zatında özündən ixtiyarı olmadan, yəni qeyri-ixtiyari hubbul zat deyilən bir şey var. Yəni insan özünü sevəndir, zatən özünə məhəbbəti var. Və eləcə də cəmiyyət içində sevilməyi və seçilməyi çox sevir. Biz heç bir insan tanıya bilmərik ki, vurğulasın ki, mən kiminsə nifrətini qazanmaqdan xoşlanıram, yaxşı hiss edirəm özümü. Belə bir şəxslərə rast gələ bilmərik. Və hətta deyərdim ki, dünyada bir çox insanlar məhz insanların yanında sevilmək üçün, seçilmək üçün bir çox hətta çirkin işlərə belə əl atırlar. Bəzən biz Quran ayəsindən xəbərsiz olduğumuz üçün, hətta özümüzü insanların qarşısında yüksəltmək üçün çox üzr istəyirəm. Əksər insanlarda bir də görürsən rastlaşırıq ki, aşağı işlərlə məşğul olurlar. Kiminsə yanında hörmət qazanmaq üçün çox üzr istəyirəm, yaltaqlıq və yaxud da iki nəfərin arasını vurmaq, ondan buna, bundan ona xəbərçilik etmək, bu kimi şeylər və yaxud da yalan danışmağa bəzən yol atırlar özünü yüksəltmək üçün. Amma Quran ayəsi bizə gözəl bir mesaj verir. Deyir ki, Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə dünya və axirətdə və hətta mələklərin və möminlərin qəlbində dostluq və məhəbbət yaradacaq. Deməli, Allah Teala bizə bu Quran ayəsində buyurur ki, iman və salih əməllər insanların qəlbinə məhəbbət toxumunu səpir. Məhəbbət toxumu məhz imana və salih əməllərə bağlıdır. Salih əməl dedikdə nə nəzərdə tutulur? İman dedikdə nə nəzərdə tutulur? İman dedikdə sözsüz ki, Allaha iman gətirmək, Allahın birliyinə iman gətirmək və Allahın göndərdiyi peyğəmbərləri və höccətləri qəbul etmək nəzərdə tutulur. Yəni Allaha bəndəçilik etmək. Və ikinci növbədə salih əməllərin sırasında isə biz bir çox salih əməllər ilə rastlaşa bilərik. Hətta insanların Allaha xatir üzünə gülümsəmək, insanların keçid aldığı yolun çirkli olan şeylərini, yoldan maneələri dəf etmək, götürmək və yaxud da hansısa bir kəsin qəlbini şad etmək, infaq, sədəqə, ehsan, insanlara hər növ bildiyimiz yaxşılıqlar hamısı salih əməllərin sırasındadır. Yəni, yaxşı niyyət, yaxşı əməllər hamısı salih əməllərin sırasındadır. Və salih əməllərin sırasını siz özünüz qeyd edə-edə, axtarış edə-edə tapa bilərsiniz. Və Quranda da bir çox ayələrdə insanların salih əməlləri barəsində vurğulanıb və qeyd olunubdur ki, hansı işləri Allah Teala sevir, hansı işləri sevmir. İnsanlar bəzən qəflətə düçar olurlar. Deməli, Quran ayəsi bizə deyir ki, iman gətirmək və yaxşı işlər görmək insanların qəlbində məhəbbət toxumu səpir. Yəni, məhəbbət toxumunu əkir. İstəyirsinizsə kiminsə tərəfindən seviləsiniz, bilin ki, tək yolu budur ki, Allaha iman gətirəsiniz və yaxşı işlərlə məşğul olasınız. Amma biz bugün cəmiyyətdə tam əksini görürük.
Bəzən belə olur ki, insanlar kiminsə nəzərində görsənmək üçün, yaxşı olmaq üçün mütləq belə bir hiss duyurlar ki, kimisə pisləsinlər onun yanında. Sanki yaxşı bir iş görmüş kimi. Və yaxud da özlərini olmadıqları kimi göstərərək yalana, yaltaqlığa, qeyri-səmimi münasibətlərə əl atırlar. Halbuki əsas nöqtəni Quran ayəsinə əsasən nəzərdən qaçırırlar ki, Allah Taala hər şeydən xəbərdardır. Nəyə görə məhz iman və salih əməllər? Çünki Allah Taala iman gətirən şəxsləri və salih əməllər görən şəxsləri çox sevir. Və Allah birini sevdiyi zaman mütləq onun məhəbbətini də öz digər bəndələrinin qəlbinə salır. Və əgər o şəxsləri Allah tərəfindən bəndə olan və sevilən, Allaha bəndə olan və sevilən şəxsləri, Allahın tərəfindən sevilən şəxsləri kimlərsə istəmirlərsə, bu çox vaxt həsadət üzündən olur. Yəni gözü götürməməzlik üzündən olur. Bu yüzden də Quran ayəsinə əsasən çox maraqlı, sadə və gözəl bir nöqtəni bizə çatdırır ki, çox halda biz bundan qəflətdə oluruq. Elə düşünürük ki, bəzi çirkin işləri görməklə və yaxud yalan danışmaqla, özünü göstərməklə biz kimlərinsə yanında məhəbbət qazanacaq. Bəli, ola bilər müvəqqəti məhəbbət qazanarıq. Amma qalıcı məhəbbəti qazanmaq üçün məhz əsl məhəbbətin qaynağına doğru qayıtmaq lazımdır. O da qəlblər kimin əlindədir? Məhz Allahın əlindədir. Bu dünyadakı qəlblər Allahın əlindədir və Allah Taala vədə verir ki, mələklərin və möminlərin qəlbində dostluq və məhəbbət hissi oyadaram əgər kimlərsə iman gətirsələr və salih əməllər görsələr. Bəs deməli, əsas nöqtə bundan ibarətdir. Gəlin elə bu Ramazanda belə bir qərara gələk ki, biz məhəbbətin əsas qaynağına doğru yönələk. Yəni, iman gətirək Allahımıza və özümüzə söz verək ki, salih işlərlə məşğul olacaq, yaxşı işlərlə məşğul olacaq. Biz əsas məsələni unutmayaq. Yaxşı, bəs buna əməl etmək üçün hansı nöqtələrə diqqət yetirməliyik, hansı işləri görməliyik ki, özümüzü imana və salih əməllərə adət etdirək? Birincisi budur ki, elə bu andan etibarən, elə bu gecədən və yaxud bu gündən etibarən siz baxın, mütləq qərara gəlin ki, mən bugün artıq qərara alıram ki, hər gün bir salih əməl görəcəm Allaha xatir. Yəni Allah üçün bir salih, yaxşı iş görəcəm. Və onu da siz bir qırağa, bir kənara, şeytan çünki insana unutturur deyə bir dəftərçəyə, bir proqramınıza salın ki, mən bugün mütləq Allahım üçün bir salih əməl edəcəm, bir yaxşı iş görəcəm. O salih əməl nə ola bilər? Hansısa bir qəmgin şəxsin üzünə təbəssüm etmək, onu zarafat edərək güldürmək də ola bilər. Hansısa bir şəxsə, ehtiyaclı bir şəxsə çoxdan da yemədiyi hansısa bir xörəyi ona təqdim etməklə, bir stakan çay içməyə dəvət etməklə belə bu salih əməlləri biz əldə edə bilərik. Və yaxud insanların hansısa sadə bir köməklərə ehtiyacı varsa, niyyət edib sadəcə birindən və sadəsindən başlayaq. İkinci növbədə digərləri ilə aramızı düzəltmək üçün başa düşək ki, tək yol sırf Allahla rabitəmizi düzəltmək lazımdır. Yəni, biz insanlarla istəyiriksə münasibətimiz düzəlsin, insanların məhəbbətini qazanaq, tək hədəfimiz birinci növbədə Allah olmalıdır. Yəni, Allahla rabitəmiz yaxşı olmalıdır ki, insanların da bizə qarşı rəğbəti olsun. Mən demirəm ki, Allaha bəndəçiliyimiz sırf insanların məhəbbətinə xatir olsun. Əsas nöqtəni yaddan çıxartmayaq ki, biz ki bu qədər istəyirik ki, insanların tərəfindən hörmət görək, izzət sahibi olaq, bunu anlamalıyıq və bunu başa düşməliyik ki, Allahla bəndəçiliyimiz düzgün olmalıdır. Yəni, Allahla rabitəmiz düzgün olmalıdır. Ondan sonra zaten digər məsələlər də öz qaydasına düşəcək. Üçüncü nöqtədə digərlərinin məhəbbətini qazanmaq üçün başa düşməliyik ki, insan çirkin və pis işlərdən uzaq durmalıdır. Əlbəttə, qeyd etdik ki, ilk növbədə Allaha xatir olmalıdır bu məsələ. İkinci növbədə insanların rəğbətini istəyiriksə, məhəbbətini istəyiriksə, bunu unutmamalıyıq ki, biz pis işlərdən əl götürməliyik. Bu sözüm kimə aiddir? Bu sözüm məhz o şəxslərə aiddir ki, o şəxslər ki, gecə-gündüz narahatçılıqdan yata bilmirlər. Kiminsə müvəffəqiyyəti, kiminsə sevilməsi, kiminsə hörmət görməsi onları narahat eləyir
və bu üzdən də özlərini düzəltməyi, Allahla rabitələrini düzəltməyi əvəzinə gecə-gündüz plan düzüb qoşurlar ki, görək başqalarını necə hörmətdən, izzətdən salaq, necə özümüzü qaldıraq və özlərini sanki yaxşı bir iş görmüş kimi başqasını qaralamaqla irəli aparmağa çalışırlar. Başqasını gözdən salmaqla irəli aparmağa, hörmət qazanmağa çalışırlar. Bilsinlər ki, Quranın qaydasına əsasən pis işlərlə heç kəs insanlar tərəfindən sevilə bilməz, hörmət görə bilməz. Çünki əsas məhəbbətin qaynağı Allahdır və hər nə qədər bəndələr bizim işlərimizdən xəbərsiz olsalar da, Allah Taala bizim bütün işlərimizdən xəbərdardır və mümkün deyil ki, biz ədalətsizliklə irəli gedək. Ola bilər ki, bir həddə qədər bizim nəzərimizə belə çarpsın ki, biz müvəffəq olacaq. Amma ən böyük bədbəxtçilik insanın Allahı unutması və Allahı unudaraq iş görməsidir. Bu yüzdən də əzizlər, mütləq və mütləq yadımızda saxlayaq ki, digərlərinin məhəbbətini qazanmağın yolu da məhz çirkin işlərdən uzaq durub insaflı və ədalətli rəftar etməkdir. Bugünlük sizi Allaha əmanət edirəm. Gələn gündə görüşmək ümidi ilə sağ olun, salamat qalın.